Selamun Aleyküm əziz Baraka Çərəcəmin izləyiciləri. Bəzən spam eləyirlər TikTokda videolarımızı. Baxış sayı artmır. Kimsə spam eləyirsə, bilmirəm nə əldə etmək istəyir bununla. Onları bildirmək istəyirəm ki, yəni ruzi Allahın əlindədir. Siz Allahın bizə yazdığı ruzini istəsəz də onun qarşısına ala bilməzsiniz. Yəni Allahın bizə yazdığı ruzini özünüzə darta bilməzsiniz. Allah bizə yazıbsa, o bizə də gələcək. Biz hər gün videolar çəkib atırıq ki, səbəb olaraq atırıq ki, insanlar görsün, yəni bizdən hərəkət, bərəkət də Allahdan. Hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əgər siz Allaha layiqli təvəkkül etsəydiniz, Allah quşları necə ruziləndirdiyi kimi, siz də eləcə də ruziləndirər. Onlar ac qarnı evindən çıxırlar, tox qarnına qayıdırlar. Biz də evimizdə oturmamışıq. Çıxmışıq ruzi qazanmaq üçün, Allah bizim ruzimizi yetirəcək. Siz bunun qarşısını o spam eləyənlər, məsələn ayağımızın altını qazmaq istəyənlərə səslənirəm. Siz bunun qarşısını heç cürə ala bilməyəcəksiniz. Əgər buradan qapı bağlanarsa, burada baxış sayı azalarsa bu videolarda, Allah başqa yerdən bir qapı açacaq. Yəni əgər Allah bir qapını insanın üzünə açırsa, onun üçün başqa yerdən 1000 qapı açır ruzi qapısı. Ruzilər biz anamızın bətnində olan vaxtı yazılıb. Bizim ruzilərimizi heç kəs kəsə bilməz. Allahın yazdığı ruzini heç kəs kəsə bilməz. Hər kəsin özünə aid olan ruzisi Allah tərəfindən yazılıb. Ona görə də sizin elədiyiniz pislik sadəcə özünüzə olacaq. Özünüzü yormayın. Allahın ruzisi onsuz da bizə gələcək. Özünüzə yaxşı baxın.